Dünən video paylaşdım ki, son zamanlarda məruz qaldığımız informasiya bolluğu diqqətimizin tez-tez dalğalanmasına və nəticədə də diqqət əksikliyindən şikayətlənməyimizə səbəb olur. Bu videodan sonra izləyicilərimizdən biri soruşur ki, bəs nə cür qidalar məsləhətdir? Əvvəla diqqətimizin tez-tez dağılmasından sorumlu olan, daha doğrusu diqqətimizi dalğalandıra bilmə potensialı yüksək olan qidalanma formasından danışıb, daha sonra isə nə etsək daha yaxşı olar deyə öz şəxsi məsləhətlərimi verəcəm. Əvvəla, hər nə qədər tez-tez eşitsək də, bu belədir ki, yüksək miqdarda kalorili, yüksək miqdarda şəkər ehtiva edən qidalar. Məsələn, şəkərli içkilər, ya da tortlar, şirniyyatlar. Bunlar qan şəkərinin tez şəkildə qalxıb, daha sonra isə tez şəkildə düşməsinə səbəb olur və nəticədə beyində qanda şəkər dalğalanmasına səbəb olduğu kimi, beyində də müəyyən qədər diqqətin dalğalanmasına səbəb olur. Təbii ki, bir